Gəlin araşdıraq. Sizcə bəxt ya peşəkarlıq? Təbii ki, burada bəxt xırda bir rol oynayır. Nəyə görə? Çünki zolaqların boş olması, yolun ümumilikdə imkan yaratması sürücüyə ki, yəni boşluq tapdığı yerə avtomobili idarə etdi. Amma sürücü qeyri-peşəkar olsaydı, yəni refleks olaraq əyləci basıb, yəni ilk növbədə həmin üzbəüz çıxdığı qara avtomobillər toqquşmalı idi. Və yaxud da o zamanda əyləci basmayıb sağ tərəfə çəkib, solda bir qara avtomobil, sağda bir ağ avtomobili var idi, ona çırpıla bilərdi. Və ikinci hissədə də sürücü əyləci basmayıb, yalnız sükanla səliqəli şəkildə avtomobili idarə edib, bu düşdüyü situasiyadan çıxa bildi. İlk növbədə əyləcidən ümumiyyətcə demək olar ki, istifadə eləmədi. Yəni, maksimum orada 1 saniyə, 2 saniyə vaxt ola bilir ki, sürücülərdə əyləci olan bir refleks reaksiyasını verib və artıq gözü ilə, diqqəti ilə yer axtarmalıdır ki, hansı yerə qaçırıla bilər ki, o maneələrdən keçsin. Yəni, bu elə bilin ki, bir tapşırıqdır sizə. Yəni, biz necə treklərdə, misal üçün, bizə driftdə tapşırıqlar verirlər ki, misal üçün, müəyyən zolaqlarla keçməlisən və s. və daxil. Yolda avtomobil sürərkən, yəni, bilin ki, bu da sizin üçün bir tapşırıqdır. Yəni, istənilən anda bir insan qaça bilər yoldan, yəni mütəmadi olaraq da başımıza gəlir bu kimi, mənim özümün də başına gəlir, misal üçün, qanunsuz yerdən keçidlərdə, misal üçün, piyada zolağı olmayan yerlərdə insanlar ümumiyyətcə olur ki, yola baxmadan yolu keçirlər, fikirləri haradaysa da və yaxud da telefonda da və yaxud da bir qulaqcıq taxıb musiqi dinləyirlər, heç yola baxmırlar. Bu kimi problemlər gündəlik çox olur, çox çıxır qarşımıza, hamımızın qarşısına çıxır və ona görə bizim vəzifə borcumuz sükana əyləşincə maksimum diqqətli olub və hər bir istənilən situasiyaya hazır olmaqdır. Mənim fikrimcə bu sürücünün peşəkarlığıdır və düşdüyü situasiyada özünü itirməməyidir. Bəs siz bu vəziyyətə düşsəydiniz, hansı reaksiyanı verərdiniz? Şərhlərdə müzakirə edək.